Süni intellektlə təbii zəkanın yaradıcılıq fərqi haqqında danışacağıq. Təbii zəka yola əksikliyin kəşfi ilə başlayır. Sənət həyatın güzgüsüdür deyimini çox adam yanlış anlayır. Sənət bu güzgüdə görünəni deyil, görünməli olanı, amma görünməyəni fəhmlə hiss edir və həmin o görünməyəni yaradır. Güzgüdə görünəni yaratmaq üçün insana istedad yox, fotoaparat lazımdır. Təbii zəka həmişə alternativi yaradır. Süni zəkanın əlinin altında daha çox bilgi var. Amma o sakini olduğu bilgi dünyasında nə çatışmır, nə yaradım ki, bu əksiklik tamamlansın deyə bir suala sahib deyil. Məsələn, o elə bir əksiklik kəşf edə bilməz ki, biz ona baxıb deyək, bax, bu bizim ağlımıza gəlməmişdi. Süni zəka həmişə təbii zəkanın yaratdığı alternativi yamsılayır. İnsan həm bilən, həm də bildiyini eyni zamanda bilmək istədiyini düşünən varlıqdır. Zəka daha çox beynimizin bilmək istədiklərini araşdıran funksiyasıdır. İntellekt bildiklərimizdir. Zəka düşündüklərimiz. Zəka bilgidən fikir yaratma bacarığıdır. Bilgi ölü informasiyadır. Beynimiz ona özündən duyğu üfürərək can verir və bu zaman yaranan mücərrəd məxluq fikir, düşüncə ortalığa çıxır. Təbii zəka intellektin fövqündə olan mücərrəd bir sinir şəbəkəsidir. Abstrakt xassəlidir. Yaradıcılıq zehni inkişafın zəka mərhələsində, abstrakt uzaqlıqda baş verir. Süni intellekt sənət əsəri yarada bilməz fikri bizim üçün bayağıdır. Çünki hər bir sənət əsəri riyazi bir ölçü sistemi üzərində bədənləşir. Məsələn, musiqi qədim Yunanistanda riyaziyyatın alt qolu hesab olunurdu. Musiqinin əsas anlayışlarından biri olan oktava anlayışını da elə bir Yunan riyaziyyatçısı Pifaqor kəşf etmişdi. Səsi pərdələrlə ifadə etmək də ilk dəfə öz məktəbində diri-diri yandırılan Pifaqorun sazəndəliyi idi. Yaxud rəssamlığın, memarlığın, heykəltaraşlığın təməl anlayışları olan simmetriya və perspektiv anlayışları tamamilə riyazi, geometrik ölçülərdir. Modern sənət sahələri demək olar ki, başdan başa estetikləşdirilmiş dəqiq elmlərdir. Kubizm, suprematizm, abstraksionizm və s. bu dediklərimizə nümunə ola bilər. Bugün hər bir rəssamın içərisində bir Lobatevski var. Yaxud şərq ədəbiyyatının təməl anlayışı sayılan, təməl ölçüsü sayılan əruz sistemi tamamilə riyazi bir ölçü sistemidir. Əruz şairi əlində olan əruz qəliblərini, yəni bəhirləri sözlərlə doldurur. Əruz şairləri bir-biri ilə heç vaxt mənaya görə dalaşmazlar. Amma əruzun bu riyazi ölçüsü pozulduqda məsələ əlbəyaxa davaya qədər gedib çıxa bilər. Süni zəka alqoritmik riyazi sistemi olduğu üçün sənət əsərlərini yamsılaya bilər. Amma ona orijinal ideya, məna yükləyə bilməz. Məna üçün təkcə riyazi ölçü kifayət etmir. Məna üçün, ideya üçün daha çox sezgi, fəhim, emosiya və ən əsası da tale lazımdır.